Bugünkü gündə misal üçün qarşımızda su var. Aha. Biz bunun qarşılığını ödəyib onu almışıq. Həyatda da hər bir şey elədir. Bədəli var. Qarşılığını ödədiyin hər bir şeyi ala bilirsən. Razı. Məsələ Gözəl. orasındadır ki, sən o qarşılığı ödəyə bilirsən. İnsanlar belə deyim, və ya nə qədər ödəmisən? İnsanlar hamısı qarşılığı. başlayır sahəyə. Mən məsələn öz sahəmdən deyim, proqramlaşdırma sahəsinə başlayan insanların 60-70% axıra kimi getmir. Başladığı bir neçə aydan sonra artıq buraxır. Yəni məsələ burada nədir? Nəticə. İnsanlar qısa müddətdə nəticə istəyir. Baxdım 2 ay, 3 ay və qarantiya istəyir. Məsələ orasındadır ki, sən qarantiya olmadan arxasıca gedəsən. Yolun qaranlıq tərəfindən gedirsən, o tərəfdə nə olduğunu bilmirsən, amma hiss edirsən və inanırsan. İnsanlarda bu yoxdur deyə nəticə əldə eləmir və sabahsı günü də getmək istəyənlərə mane olur. Əslində mane olmurlar və mən onları qınamıram. Onlar bizə kömək eləmək istəyir. Bəli. Onlar bizə doğru yol göstərmək istəyir. Sadəcə onların doğruları onların çərçivəsi daxilindədir. Onlar hasarın o tərəfini görmürlər. Onlar üçün ümumiyyətlə insan uşaqlıqdan həmişə insanların ən çox qorxduğu olub qaranlıq. Nəyə görə? Çünki bəlirsizlikdir. Bilmir nə var. İnsan həmişə bilmədiyi şeydən qorxur. Yəni. Amma burada da biraz intuisiya olmalıdır. Necə hiss?